Salam, salam. Bugün biz hardayıq? Bugün biz yenə də Günəşliyə gəldik. Günəşlidə Sinqapiyə gəldik. Sinə üçün götürdük. Eləmi? Sonra bir qabaq qapı var, onu da göstərirsən. Deməli, elə oldu ki, o bir qonşu da bəyəndi. Birinci, sonra belə oldu ki, bu qapını işləməyə başladıq. O bir qapını, sonra bunu işlədik. Niyə onu? Yəni, bunlar mehriban qonşudur. Birinci onun qapısını başladı, ev yox. Mən də onun qapısını başladım, tamamladım. Allah köməyin olsun. İndi qardaş, sənin qapında dəmir sistemin, bu qapı sistemimiz köhnə zamok sistemləri idi. Düzdür. Biz bunu elədik. İndi ön çəkdim qapını. Və bunun yerini açıram. Atmışqa elədim. Bunu açdım. Bu da yuxarı zamokumuz sənin. Bu da açdım. Deməli, bu içi çöldən, bu içi içərdən olacaq. Bir dənə konkret, qısa bir dənə də açın bunu. Şimdi gel böyle yavaş yavaş gel. O qapını götür. O qapını sizdən qabaq elədik. Bu bizdən qabaq. İndi gel belə. Sen keçir. Deməli, mən yenə salamlayıram izləyiciləri. Gecə saat 12-dir, mən qapını tamamladım. Bəli. Deməli, sənin qapının nə gül idi, nə tər? Mənim qapım yaman gün deyil qardaş. Mən onu düzəltdirmirdim. Amma uşaq dedi ki, baba, belə bir usta var, onu eləyəcək şikarını. Dedim, yox bala, bu qapı düzələn deyil. Nəhayət o usta gəldi, bax siz. Onu düzəltdiniz, heç ağlıma gəlməyən kimi yarandı. Sən 9-cu mərtəbədə olsan, 9-cu mərtəbədə. 7-ci mərtəbədə işləmişdin, oğlun görmüşdü, bəyənmişdi. Bəli, bəyənmişdi. Ona görə də mən də inanmırdım. Bir aydan sonra, 2 ay daha Gözlədik. 2 ay gözlədik daha. Yaxşı. İndi sən nəticə istəyirdin ki, Nəticəni heç ağlıma gəlməyən kimi alındı. bax qapını belə təkrarlayan, eləmi? Bəli. Aşağıda zafolkası, Ay sağ ol, Allah parmağını kömək açılır. olsun. Dedin ki, o qapıları çək bir dənə. Bu qapıları, Dedin qapısı ruskası zaten. evin qapıları da belədir məndə. Evin qapısı bu cürə olduğuna görə mən də bu evin qapısının polun çöldən girən eyni rəngdə olduğun yerə